Hə, 8-ci sualda yenə də nədə ehtiyatlı olarsınız? Toplayanda loqaritmalar nə edirik? Vururuq. Yəni x vurulsun, x plus 2. Bəs bu 1-i nə edək? 1-i asaq Onda bu yana. loqaritma onda bir əsasına yazmaq olar. Bəli, loqaritm 10^1 əsasından 10^1. Çünki o 1 verirdi. Onda olur loqaritm 10^1 əsasından x vurulsun, x plus 2. Böyük bərabərdir. Loqaritm 10^1 əsasından bunu da buna böləndə 3 edir. Hə, indi nə deyəcəyik? 1, təyin oblastı. Burası və burası sıfırdan böyük olmalıdır. Elə ona görə x sıfırdan böyük olmağı bəsdir. 2, əsasımız birdən balaca olduğuna görə işarəni nə edirik? Dəyişirik. Oldu belə. Bunu da bir tərəfli yıxsaq, köklər hansılardır bunun üçün? Görünür. Biri 1-dir, biri də nədir? -3-dür. Hə, indi x sıfırdan böyükdür, həm də interval da əldə edə bilərsiniz. Amma mən bəzən belə düşünürəm. Görürəm ki, bu sıfırdan böyükdür. Onda bura necə dətdir? Müsbət. Onda bu nədir? Mənfi. Bax, elə bəzən elə xırda keçid edirəm. Deməli, x kiçik bərabərdir oldu 1. Deməli, sıfırdan da nə idi? Böyükdür. Deməli, hansı variant oldu? D variantı.